bu yaş həddində, bu mərhələdə baş verən şeylərdən onların depressiyaya, həmçinin ümidsizliyə, narahatçılıq və həmçinin can sıxıntısının keçirməsinin baş verdiyi mərhələlərdən birisidir. Yəni bu mərhələdə baş verən şeylərdən birisi də budur. Belə bir hal baş verərsə övladımızda, onunla biz necə müamilə etməliyik? Bu şeyin baş vermə səbəbinə baxdığımız zaman görürük ki, belə halda olan kimsələrin əksəriyyəti onlar özlərində olan fikirləri söyləyə bilmədiklərinə görə və həmçinin öz sıxıntılarını boğub saxladıqlarına görə və valideynləri tərəfindən sərt və ciddi davranışla qarşılaşdıqlarına görə və gələcək qorxusu səbəbi ilə baş verir bunlar. Qorxur ki, birdən bunu söyləyərəm, görəsən atam mənə cavab verər, atam mənə necə reaksiya göstərər, vurarmı məni, təhqir mi edəcək, qovacaqmı, hansısa bir şeydən məni qadağan mı edəcək, nə edəcək? Bu qorxu aparıb nəyə çıxarır? Uşaqlar öz fikrini bildirə bilməməyə, öz problemlərini öz işlərində boğub saxlamağa aparıb çıxarır. Biz necə müamilə etməliyik bu gənclərlə? Onlara öz fikirlərini rahat şəkildə çatdıra biləcək hürriyyəti, azadlığı verməklə. Yəni elə bu müamilə olunmalıdır ki, onlar özlərinin yanında, sənin yanında özlərini bir rəsmi şəxslərin yanında apardığı kimi apardığını hiss etməsin, aparmalarını hiss etməsin. Səni özlərinə dost bilsin. Bilsin ki, onlar sənə hər hansısa bir fikir söylədiyi zaman sən onu xoş qarşılayacaqsan. Hətta fikir xoşa gəlməyən bir fikir olsa belə, söz xoşa gəlməyən bir söz olsa belə, hərəkət xoşa gəlməyən bir hərəkət olsa belə, onlar bilmələri ki, sən onu gözəl şəkildə qarşılayacaqsan, gözəl şəkildə savaba, doğruya yönəldəcəksən.